Bu Novruz şənliklərindən sonra məndə bir əminlik yarandı ki, bizdə icra hakimiyyətləri ümumiyyətlə ləğv olmalıdır. Bunların insanlara münasibətləri, o şənliklərə gələrkən insanlarla davranışları, biri nə bilim dəstəsi ilə gəlir, əyilib oradan qutabı özü götürməyə ərinir, kimsə qaldırır bunun qarşısına, nə bilim biri dəstəsi ilə gəlir, nə bilim qabağına yüyürən kim, nə bilim belə çox belə biədəb, yöndəmsiz görüntülər əslində ad-bad deyərdim. Sayları çoxdur birinci növbədə. İkinci növbədə də bunların adını deyəndə sonra o süpürgəçilərdən ibarət troll dəstələrini utanmaz adamın üstünə göndərirlər. Amma çox ayıb olsun sizə. Yəni bu qədər harınlıq, insanlardan bu qədər kənar gəzmək, biri əyilib bir nə bilim o uşağın başına tumar çəkmir. O tumar çəkdiklərində də belə səmimiyyət yoxdur. Elə bil ki bunlar nə bilim armaturdular, ortadan nəm poladdılar, əylərlər, nəm qırılarlar, neyniyərlər. Ay qardaş, sənin güya işinin gücünün adı nədir? Sən o rayona nə vermirsən? Özdə elə rayonların icra başçılarıdır ki, da cəmaatı bunların əlindən dad diləyir. Nə bilim, TikTokda, Facebookda, Instagramda cəmaatın vəziyyətini, insanların durumunu görürsə, heç olmasa bir bayramdır da, ildə bir dəfə olur. Həmin o bir günü bu insanlarla normal belə arada bir ünsiyyət yaradında. Baxırsan ki, o sakinlər də bunlara elə baxır ki, yəni bunların ildə bir dəfə ilə göründüyü ondan bilinir. Sakin belə bir xof içindədir ki, birdən yaxınlaşaram nəsə deyərlər. O yaxınlaşan adamlarda əvvəlcədən müəyyənləşdirilmiş adamlardır. Onların da bir gözlərində, nə bilim, mimikalarında bir qorxu var ki, yəni birdən nəsə bir yanlış addım ataram filan. Böyrlərində də belə qalstuklu, boynu yoğun adamlar. Belə bu nəyə lazımdır, nə ehtiyac? Ümumiyyətlə siz nəyə lazımsınız? Yəni siz nəyə lazımsınız? Hərənizə bir dənə imla yazdırsalar, imla, başqa şey demirəm. Hələ inşanı demirəm. İmla yazdırsalar, yəni siz o imladan keçməzsiniz. Bax belə. Yəni sizin cəmiyyətə faydanız bu qədərdir.